Azaltma əməliyyatının icrası ticarət modulunda əməliyyatlar hissəsində yeni əməliyyat düyməsindən daxil olmaqla həyata keçirilir. Azaltma əməliyyatının məqsədi ambarda məhsulların mövcud saylarına düzəliş həyata keçirmək üçün nəzərdə tutulub. Azaltma əməliyyatına daxil olduqdan sonra azaldılmanın tarixi, azaldılmanın həyata keçiriləcək menecer, azaldılmanın baş tutacağı ambar seçimləri həyata keçirilir. Daha sonra qayma bölməsindən azaldılması planlaşdırılan məhsullar əlavə edilərək sayları qeyd olunur və daha sonra əməliyyat təsdiqlənir. Nəzərə almaq lazımdır ki, azaltma əməliyyatını həyata keçirilən zaman balans hesabatında bu əməliyyat sadəcə məhsulların balans hesabatının aktiv tərəfinə təsir göstərir. Ambardakı məhsulların ümumi dəyərindən azalma baş verir. Öhdəlik tərəfdə heç bir dəyişiklik baş vermir. Eyni zamanda azaltma əməliyyatını həyata keçirən zaman bu azaldılmanın mənfəət zərər hesabatında xərc kimi görülməsini istəsək, təsdiq düyməsinin üstündə mənfəət və zərərdə öz əksini tapsın seçimi aktivləşdirilib, daha sonra təsdiq düyməsinə kliklənir.